Salam, hər vaxtınız xeyir. Bu dərs sizində 2017-ci il 4-cü qruplar üçün 7 nömrəli sınavın izahlarına baxacağıq. Birinci sualda demək CH3COO natrium duzu verilib. Test nömrə 1. Demək CH3COO natrium, yəni natrium asetat duzu verilib. Nələr doğrudur? Katyona görə hidroliz edir. Bu duzun hidrolizi zəif tərəfə görədir. Yəni sirkə turşusunun qalığına görədirsə, bu anion tərəfdir. Natrium isə katyon tərəfdir. Hidroliz zəifə görə baş verirsə, onda katyona görə yox, aniona görə hidroliz olmalıdır. 2. Və burada natrium qüvvətli metal olduğuna görə qələvi müt yaranacaq. Qələvi müt yarananda da OH H-dan çox olmalıdırsa, 3 də doğrudur. Olur 2, 3, yəni A variantı. İkinci misalda nömrə 2. XO2 verilib. Protonların sayı 30'dur. X'in protonlarını bilmirəm. X yazdım. Oksigenin protonları 8 verilib. 2'yə vurdum 16. Bərabərdir 30. Onda X bərabər olacaq 14. X 14 tapdıq. İndi X florda protonların sayını tapın. X'in protonlarını 14 tapmışıq. Üstə gəlinsin. 4'ü vururaq 9'a. Yəni flor 9 verilib. Bu da olacaq 14. Üstə gəlinsin. 4 9'unda 36. Cəmi eləyəcək 50. Yəni D variantı. Nömrə 3. X, Y, Z, T maddələrindən natriumla qarşılığı, natriumla və ya da sinkdən qələvinin spirtdə məhlul ilə reaksiya daxil olub, müxtəlif sinif maddələr əmələ gəlib. Soruşur ki, bunlardan hansıları monohalogenli törəmələrdir? X-in natriumla reaksiyasından alkan əmələ gəlibsə, məsələn, belə bir tənlik yazaq, CH3 xlor, üstə gəlinsin natrium, natrium xlora birləşirdi. Qalan radikalda 2'yə vururdıq, eləyirdi C2H6, alkan əmələ gəlirdi. Bu Würz reaksiyası idi. Würz reaksiyasında monohalogenli törəmə götürürdü, yəni halogen 1'ən olurdu. Deməli, X monohalogenlidir. X monohalogenlidirsə, cavab B ilə C ola bilməz, çünki burada X yoxdur. İkinci reaksiyada isə natriumla reaksiya daxil olub, Y maddəsi disikloalkan əmələ gəlib. Disikloalkan qapalı quruluşlu maddələr olduğundan, yadınıza gəlirsə, dihalogenli, özü də qonşu olmayan dihalogenli birləşmələr götürürdü. Və natriumla reaksiya aparanda, halogenlər çıxandan sonra bir halogenlə o biri halogen arasındakı karbonların sayını sayırdıq və həmin qədər fiqurlu disikloalkan alınırdı. Yəni, Y dihalogenli birləşmədir. Ona görə Y-ni çıxırıq, Y var, A-nı çıxırıq, Y var, qalır X ilə T. Dəqiqləşdirmək istəyirsinizsə, yenə sinkdən istifadə edib alkin alanda halogenlər yadınıza gələrsə qonşu olurdu. Xlor, bir də xlor, belə yazırdıq. Məsələn, sink xlorları çıxarandan sonra karbon atomları arasında iki qat rabitə əmələ gəlirdi. Yəni, alken alınmaq üçün də dihalogenli törəmə götürürdü, sinkdən istifadə eləyəndə. Amma qələvinin spirtdə məhlulundan istifadə eləyəndə monohalogenli törəmə olurdu. Məsələn, C, bura bir xlor yazsaq, CH3, bu da olsun CH2. Qələvi əlavə eləsək, spirtdə məhlulu nə baş verirdi? Kalium xlorla birləşirdi. Kalium buradan gedir. Yerdə qalan OH, qonşu karbonla bir H-ı birləşdirib eləyirdi su. Qalırdı soldan CH2, H-ın da biri getdi qaldı CH2, olurdu alken. Yəni, qələvinin spirtdə məhlulundan istifadə edib alken almışıqsa, bu da monohalogenli törəmə sayılırdı. Cavabına görə qalacaq D variantı, X-dən T. Nömrə 4. Deməli, P4 verilib ağ fosfor, H3PO4 ortofosfat turşusu, bir də P2O5 fosfor 5 oksid. Bu yoğunluqları müəyyən etməliyik yəqin. Fosforun valentliyi 5'dir. P4'də ağ fosforda fosfor 3 valentli idi.
Amma H3PO4-də fosfor 5 valentlidir. Məsələn, yazırdıq H3PO4, oksigen -2, hidrogen -1 olanda P-yə qalırdı -5, cəmi sıfırləmək üçün. P2O5-də də oksigen -2, P -5. Buradakı dərəcələr ilə fosforun valentliyini göstərirdi. Yəni, hər ikisində 5 valentlidir. Onda A həm 2, həm də 3 aid olmalıdır. 2-də A variantında A yoxdur. Demək, A-nı atarıq. Y-də də A variantı yoxdur. Qalanlarında B, C, D-də hər ikisində bax A-lar var. Hələ ki, A, B, C, D-də qalmışıq. Kalsiumla birləşmə reaksiyasına daxil olan fosfordur. Fosforla kalsium birləşəndə eləyir kalsium 3, P2. Turşu ilə metal birləşməyə gedə bilməz. Oksidlə də getmirdi reaksiya. Deməli, birləşmə reaksiyasından getmək B1-ə aid olmalıdır. B-nin 1 aid olduğu variant B variantında var, C variantında var, amma A-da yox. Daha doğrusu D-də yoxdur. Qaldıq B ilə C variant arasında. Molekulunda yalnız polyar kovalent rabitə var. Yalnız polyar kovalent rabitə. Məsələn, P4 bəsit maddə olduğuna görə qeyri-polyar kovalent rabitəlidirsə, C1-ə aid olmamalıdır. Bax, görürsünüz, C variantında, amma C1-ə aid veriblər. Ona görə C variantı olmayandan sonra cavab qalır B. H3PO4-ün də P2O5-in də molekulunda hamısı polyar kovalent rabitələr idi. Yadınıza qədər, məsələn, H3PO4-ün quruluş formulunu çəkəndə belə çəkib mərkəzə P qoyurduq. Bu da oksigen. Burada fərqli qeyri-metallar biri-birindən birləşirdi. Yəni, polyar kovalent idi. P2O5-də birinci ortaya oksigen yazıb sağına soluna P qoyurduq. Sonra 2 oksigeni sağdan, 2 oksigeni də soldan birləşdirirdi. Burada da yenə müxtəlif qeyri-metallar bir-birinə birləşib deyə polyar kovalent rabitəli maddədir. Cavab olacaq onda B variantı. Nömrə 5. Gümüş güzgü reaksiyasında 0,4 mol gümüş əmələ gələrsə, neçə qram propion aldehidi oksidləşər? Propion aldehidin formulu verilib. C2H5COH. Gümüş güzgü reaksiyası gümüş bir oksidin amoniakdakı məhlulu ilə aldehidlərin reaksiyası idi. Oksigen gəlib bura keçəndə olurdu C2H5COOH turşu və 2 mol gümüşün çöküntüsü. Gümüş güzgü reaksiyasında həmişə 2 mol gümüş əmələ gəlir. Biz amma deyək ki, 0,4 mol gümüş əmələ gəlsə, neçə qram propion aldehid oksidləşər? X qram. Emir də orada verilib 58. Tənasüb yaranır. Vergili buradan artırsam, bu 5,8 eləyər. 4-dən 2 geçsə yuxarıda qalacaq 2. 2-ni də 5,8-ə vuranda eləcək 11,6 qram, yəni C variantı. 6-cı misal, hansı maddələr adi şəraitdə bromlu suyu rəngsizləşdirir? Alkanlar bromlu suyu rəngsizləşdirmir. Biri çıxaq, butandır. A, D, B variantlarını ataq. Stirol yadınıza gəlirsə, vinil benzol idi. Vinil aşağısında benzol həlqəsi saxlayırdı. Burada radikalında alkenə xarakterik 2 qat rabitə varsa, bromlu suyu rəngsizləşdirəcək. Doğrudur. Fenol, OH, aşağıda benzol həlqəsi. Həlqə yaxşı olmadı. Bunu buradan silək yaxşı. Deməli, fenol da bromla, 3 mol bromla əvəz etmə reaksiyası ilə bromlu suyu rəngsizləşdirirdi. Cavabında olacaq 2 və 3, yəni C variantı. 7-ci test reaksiyalar üçün ümumi olan nədir? HCOH aldehiddir. Hidrogenlə birləşmə reaksiyasına daxil olub metil spirt əmələ gəlirdi. Sonra ferrium OH2 oksigen və su ilə reaksiya daxil olanda əmələ gəlirdi ferrium OH3, dəmir 3 hidroksid. Metil spirtdə CO ilə reaksiya daxil olanda sirkə turşusu alınırdı. Bu reaksiyaların üçü də birləşmə reaksiyasıdır. Onda cavab olacaq Y variantı.
Nömrə 8. Qablar verilib. Qabların birində dəmir var, birində gümüş var, digərində alüminium var. Əgər hər üç qaba duru sulfat turşusu əlavə olunsa, birinci və üçüncü qablardan qaz ayrılır. Gümüş hidrogenden sonraki metaldır. Duru sulfatla reaksiya daxil olmaz. Amma dəmirlə alüminium hidrogenden əvvəlki metaldardırsa, duru sulfatla reaksiya daxil olub H2 əmələ gətirə bilər. Deməli, birinci və üçüncü qablarda qaz ayrılıbsa, belə çıxır ki, 1-də və 3-də dəmir və alüminium olacaq. İndi burada 3-də A variantında gümüş var, olmaz. Gümüş var, olmaz. Y variantının birincisində gümüş var, olmaz. Demək, qalır C ilə D variantı. Dəmir, alüminium və ya alüminium, dəmir ola bilər. Natrium OH məhlulu əlavə olunsa, birinci qabda qaz ayrılır. Natrium OH qələvi. Qələvi ilə qazı yaradan amfoter metallardır. Onda alüminium birinci qabdaymış, belə çıxır. Çünki alüminium amfoter metaldırsa, cavab olacaq D variantı. 9-a baxaq. İkili butil radikalı. İkili butil 1, 2, 3, 4 karbon bu formadaydı. Bu ikili butil radikalıdır. CH3, CH2, CH, CH3 və hidroksil, yəni OH qrupunun birləşməsindən alınan maddə üçün belə bir maddə mənə gəldi. İstəsəniz daha yaxşı görkəmli olsun deyə, bax bunu belə yazaram. Bir dəqiqə bunları silim, daha səliqəli formada. OH-ı bax aşağıdan yazıram. Biz öyrəşmişik spirt. OH aşağıda olsa daha yaxşıdır. Eyni formullardır onsuz da. Asimetrik karbon atomu var deyir. Məsələn, bu OH-ın birləşdiyi karbona fikir versək, bir OH-ı var aşağıda, sağda metili var, solda etili var, yanında da hidrogeni var. Deməli, bu asimetrikdir. Eyni formul birinci yazdığımıza da aiddir. Baxın, həmin şey deyəndə. OH birləşən karbonu seçəndə solu, sağı, aşağıda metili, bir yanda H-ı. Yəni asimetrik karbon yaranır. Yəni birinci formul, ikinci formul eyni şeydir onsuz da. Bir doğrudursa, biz nə axtarırıq? Doğrunu axtarırıq. Bir olmayan variantları ataq da işimiz asanlaşsın. Oksidləşmə məhsulu 2 metil propan-aldır. Propan-al aldehiddir. Spirtimiz isə bizim spirtimiz ikili spirtdir. Bax, buradan göstərirəm. İkili spirtin oksidləşməsindən keton alınır. Yəni propan-10 alınacaq. Burada amma deyir propan-al alınıb. Deməli, propanal alınmaz. Bu səhvdirsə, 3 oxuyurdum mən, bağışlayın. Olsun, heç də olmaz. 3-ü səhv götürmüşük. Sonda 3 variantlarda olmamalıdırsa, yeyini də ataq buradan. Oksidləşmə məhsulu butan-10'dur. Bu artıq doğrudur. Çünki ikili spirtlərdən ketonlar alınanda, məsələn, buradan keton alsaq, CH3 qalır yerində, CH2 qalır yerində, bu hidrogenlər gedir. C, CH3, burada qalır 2 qat rabitlə O. Yəni, butan-10 əmələ gəlir. 2 doğru variantdırsa, onda B də olmaz. Çünki burada 2 yoxdur. İkinci cavab qalıb, artıq C variantı dəqiq cavab olacaq. Deyən dəqiqləşdirək. İkinci karbon atomunun dərəcəsi 0'dır yazılıb. İkinci karbon atomu, bax, nömrələsək, OH-ın yaxın tərəfindən nömrələyəndə 1, 2, 3, 4. Demək, ikinci karbon atomu CH-dırsa, CH-ın oksidləşmə dərəcəsini bax, bu formada tapırıq. OH da bunun yanında olmalıdır. Demək, yazıram, bax, buradan daha yaxşı görsənsin. CH, bir də OH qalıb yerdə. H müsbət 1, H müsbət 1, oksigen də mənfi 2, qaldı onda karbona 0. Demək, 4 doğru cavabdır. Bax, 4 burada var, 1 var, 2 var idi. 1 molu natriumla reaksiya girəndə 1 qram hidrogen əmələ gətirir. Bu, bir atomlu spirtdirsə, bir atomlu spirtlərdən bilirdik ki, 0,5 mol H2 əmələ gəlir. 0,5 mol H2 nə deməkdir? 1 qram deməkdir. Deməli, 5 də doğru cavabdır. 6-cı deyir, birinci karbon atomunun oksidləşmə dərəcəsi mənfi 1'dir. Birinci karbon atomu budursa, CH3-dürsə, bu niyə mənfi 1 olsun ki? H-a müsbət 1 qoyanda karbon eləcək mənfi 3. Ona görə 6 cavabı səhvdir. Cavab olur C variantı. Əslində cavabın C olduğunu çoxdan tapmışdı, amma yenə də
dərslər təkrarlansın deyə variantları izah elədim. Nömrə 10. Nömrə 10-da nə deyilir? 400 milli 2 molar natr marş məhlulu ilə 600 milli x molar natr marş məhlulu qarışdırılıb, 1000 milli 3,2 m natr marş məhlulu alınıb, x-i axtarırıq. Bunu zərf üsulu ilə yazmaq daha yaxşı olar. Demək, 400 milli 2 molar məhlulu qarışdırıblar 600 milli x molar məhlulundan. 1000 milli bunların cəmi deməkdir, onun işimiz yoxdur. Əmələ gələn mollar qatılığı 3,2 yazdıq ortada. Belə bir zərf düzəltdik, zərfin diaqonallarını. Burada görsənir ki, 3,2 2-dən böyükdür. Bax, 3,2, sarı ilə göstərək. 3,2 2-dən böyükdürsə, onda x-dan kiçik olmalıdır. Ona görə 3,2-dən 2 çıxanda qalır 1,2. Burada ama x-dan çıxacaq 3,2. Olacaq x çıxılsın 3,2. Bu 400-ün də 600-ə nisbəti bunların nisbətinə bərabər olmalıdır. Onun üçün yazırıq 400 bölünsün 600 bərabərdir. X çıxılsın 3,2 bölünsün 1,2-yə. Sıfırları atsaq 4-dən 6 getsə 2-yə xısar 3. Yuxarıda 2 qalsa 3-dən 1,2 getsə qalsa burada 0,4. Onda nə olacaq buradan? X çıx 3,2 bərabərdir. 2-ni vuranda 0,4-ə 0,8 eləsə x eləyəcək 4. Demək, cavab Y variantı imiş 4. Nömrə 11. Su ilə reaksiya daxil olan maddə kalium hidrid verilib. Bunlar sadə olacaq. Demək, kalium hidrid su ilə reaksiya daxil olanda H2 qaz əmələ gəlir. X, Y, Z tapın. Demək, A qaz deyil, D də qaz deyil. Qaldı B, C, Y variantı. Kalsium karbidi su ilə reaksiya aparanda asetilen qazı alınır. C2H2. Onda C2H2-dirsə, Y variantını da çıxar. Çünki burada kalsium hidroksid verilib. Qaldı B ilə C variantları. Kalsium 3N2-ni də reaksiya aparanda su ilə eləyir kalsium hidroksid üstəgəl NH3. Bizdə deyir burada Z bərk olsun. Demək, onda kalsium hidroksid demiş. Cavab olur C variantı. 12-ci misala baxaq. X S elementidir. X S elementidir. Birinci reaksiya belə verilib. X2O üstəgəlinsin H2O. Özdə X1 valentli S elementidirsə, gəlin bunun yerinə yazaq natrium. Natrium 1 valentli S elementidir. Əmələ gələcək buradan natrium hidroksid. İkinci reaksiyada Y qeyri-metaldır və YO3 veriblər. Su ilə reaksiya daxil göstəriblər. Və P elementidir. Burada YO3-də Y 6 valentlidir. 6 valentli P elementi məsələn kükürt. SO3-dən su reaksiya daxil olanda deyir H2SO4. Z deyir D elementidir. D elementləri qüvvətli olmayan metallardır. Onların oksidləri su ilə reaksiya getməz. Hansı birləşmələr adi şəraitdə gedir? Cavab olacaq 1 və 2 D variantı. Nömrə 13. Kalsium NO2 və kuprum NO2 qarışığının tam termiki parçalanması. Demək, kalsium NO3 və kuprum NO3 miski nitrat. Parçalanmasından kalsium NO2 2 dəfə üstə gəlinsin oksigen alınır birinci reaksiyada. Amma kuprum nitratın parçalanmasından kuprum O, NO2 və O2. Mis və litium daxil olmaqla orta qüvvətli metallar, nitratlar da parçalananda metal oksidi NO2 və oksigen əmələ gəlirdi. Birinci tənlik doğrudur. İkinci tənliyi əmsallaşdırmaq üçün oksigen təkcə buraya 2 yazaq. Misə də 2 yazandan sonra NO2 4 düşür, tənlik bərabərləşir. Parçalanması zamanı alınan məhsulların mol sayının zamanından asılılıq qrafiki verilib. NO2 əmələ gəlib 4 mol. 2 verin. NO2 əmələ gəldiyi yer ancaq ikinci reaksiyada. Buraya yazıram 4 mol.
Özü neçə moldur? Reaksiyada elə 4 moldur. Tapıram görüm nə qədər kuprum NO2 parçalanıb. 4-də 2 olanda elə bu 4-də də 2 olacaq. Deməli kuprum NO2 2 mol imiş başlayanda. Neçə mol oksigen əmələ gəlib? 2 mol. Həmin o 2 mol oksigenin bir hissəsi kalsium nitratdan əmələ gəlir. Bir hissəsi mis2 nitratdan əmələ gəlir. Ona görə ikinci reaksiyada nə qədər oksigen əmələ gələr tapaq. Baxın, 4 NO2 1 oksigendirsə, elə 4-də də 1 oksigen eləyəcək. 1 mol oksigen ikinci reaksiyada alınıbsa, cəmi 2 mol oksigen olması üçün demək 1 mol oksigen də birinci reaksiyaya qalır. Birinci reaksiyanın tənliyi bərabər idi. 1 mol oksigenə 1 mol duz düşürsə, elə 1 mola da 1 mol düşəcək. Bunları tapandan sonra variantları axtaraq görək, bizdən nə soruşur. İlkin qarışıq 3 moldur. Baxın, 1 mol buradan tapmışıq. 2 mol da buradan tapdıq. Demək, ilkin qarışıq 3 mol, bu doğrudur. 1 doğrudursa, Y ilə şeylər atabıdır, 1 yoxdur. 1 mol kalsium NO2 parçalanıb, düzdür. 1 mol kalsium NO2 parçalanıb, düz tapmışdıq. Onda 2 də doğru cavabdırsa, B-ni silə, çünki burada 2 yoxdur. 4 mol kuprum NO2 parçalanıb, artıq bu səhvdir. 4 yox, 2 mol parçalanmalıdır. Onsuz da biz 3-ü götürməmişdik. Qalıb 4 ilə 5. 2 mol metal oksidi alınır. Metal oksidi kuprum NO2-dən əmələ gəlib. Bunu da tapaq. Deməli, baxın, NO2 4 idi. 4-dən 2 alınıbdır tənliyə görə. Elə bu 4-dən də 2 alınacaq. Deməli, 4 doğru cavabıymış. 2 mol metal oksidi. Birinci reaksiyamızda metal oksidi yoxdur. 4 doğru cavabıymış. Cavab eləcək onda D variantı. Niyə D variantı? 1, 4, 5. 2 düz doğru səhv idi əvvəldən. Qarışdırdıq. Nəysə, təzədən baxaq. Biz qalmışdıq harada? 1, 4, 5-dən 1, 2, 4-də. 4 doğru cavab hər ikisində var idi. 5-ə baxaq, yaxşı. 2 mol bərk halda mürəkkəb maddə alınıb. 2 mol bərk halda maddə alınıb, daha doğrusu. 2 mol bərk maddə. Kalsium NO2-yə baxaq. Kalsium NO2 1 mola 1 mol əmələ gəlibsə, elə 1 moldan da 1 mol əmələ gələcək. 2 molda kuprum əmələ gəlib, 3 mol eləməlidir. Demək, 5 doğru cavab deyilmiş. Qalacaq onda A variantı. 1, 2, 4. Nömrə 14. Kuprum O üstəgəl NH3. Kuprum O üstəgəl NH3 alınıb mis, azot və su. Tənliyində reduks edicinin əmsalı müəyyən edin. Bu balaca tənliyidir. Bunu adi yolla da əmsallaşdıra bilərik. Sağda N2 varsa amoniyaka 2 yazarıq. 6 hidrogen yaradıcısı suya 3 yazarıq. 3 oksigen varsa kuprumoya 3, azot misə də 3 düşəcək. Reduks edici artandırsa, H müsbət 1, azot mənfi 3. Bu azot da burada 0-dır. Demək, azot mənfi 3-dən hara gəldi? 0-a artdı. Əmsal neçədir? 2-dir. Reduks edici ya da oksidləşdirici solda olanlardırsa, cavab eləyəcək 2A variantı. 15. Kuprum NO2-yə qələvi ilə təsir edəndə, nömrə 15. Kuprum NO3 2. 2 mol kalium OH-la reaksiya daxil olanda eləyir kuprum OH2 və yerdə qalır kalium NO3. İndi həmin o X maddəsi H-xlorla reaksiya gedib, su çıxıb oradan. Kalium ionoz H-xlorla getməz. Demək, reaksiya gedən kuprum OH2 imiş. Kuprum OH2 üstə gəlinsin H-xlor. Buradan alınır kuprum xlor 2 və su. Görürsünüz, su demələ gəldi. Amma kalium ionozun üzərinə H-xlor gəlsə, heç buradan su yaranmazdı. Bax, reaksiya getmirdi. Suyu çıxıblarsa, indi qaldı kuprum xlor 2. Həmin o Y maddəsi. O Y maddəsi kuprum xlor 2-dir. Üzərinə əlavə olunub H-xlor. Kuprum xlor 2. Yoldaşlar, burada əmsallara fikir verməyə lazımdır. Mən görmədim əmsalları. Daha da fikir vermədim. Hissəni buradan silim. Reaksiya 1 mola 1 mol gedəndə H ilə OH birləşib su
əmələ gətirəcək, amma yerdə qalacaq OH-ın biri və xlor, yəni əsası duz əmələ gələcək. Kuprum OH xlor və su çıxdı. Demək, yerdə qalan maddə oldu kuprum OH xlor. Üzərinə təzədən bir də H xlor əlavə ediblər. Onda OH-dan H birləşib su eləyəndən sonra yerdə qalacaq kuprum xlor 2. Bizə deyək ki, Z maddəsi, yəni kuprum xlor 2. Hansı maddələr reaksiya daxil olar? Kuprum xlor 2, yəqin ki, reaksiya daxil olacaq qələvilərlə. Çünki burada misdən OH birləşib çöküntü əmələ gətirəcəklər. Yəni, cavab olacaq Y variantı. On 16-cı misalda deyir ki, qələvi metalların su ilə reaksiyası sürətinin onların sıra nömrəsindən asılılığı. Qələvi metal məsələn var idi litium, natrium, kalium, rubidium, sezium, məsələn fransiyum. Yuxarıdan aşağı gəldikcə qələvi metalların sıra nömrəsi artır və aktivlikləri də artır. Onda reaksiyanın sürəti də artacaq. Cavab olacaq A variantı. 17. Hansı sxem üzrə gedən reaksiyadan alınan qaz kalsium hidroksid məhlulun bulandırır? Kalsium hidroksid məhlulun bulandıran karbon qazıdır. Buna çoxlu misallarda həll eləmişik. Deməli, karbon qazı almalıyıq reaksiyadan. Karbon qazı B-də, D-də alınmaz. Y-də karbon qazı reaksiya girib, buradan CO yaranacaq. Bu da olmaz. A-da daha doğrusu. Y variantında natrium 2 CO çalınacaq, olmaz. Amma C variantında maqnezium CO2-ün üzərinə H xlor əlavə eləyəndə edir maqnezium xlor 2. H-dan da CO3 birləşir, olur H2O və CO2 qazı. CO2 qazı da həmçinin bulandıran qazdır. Cavab eləyəcək C variantı. 18. Hansı reaksiya tənliyi anilinin əsası xassəli olduğunu göstərir? Anilin aromatik aminlərə aid idi. Əsası xassəli olduğunu göstərən reaksiya onun turşularla getdiyi reaksiyadırsa, cavab olar onda D variantı. Aminlər əsası xassəlidir. Doymuş aminlərin əsaslı xassəsi amoniakdan çox idi. Aromatik aminlərin əsaslı xassəsi amoniakdan az idi. Amma əsası xassəli olduğuna görə turşularla reaksiya gedirdilər. Nömrə 19. 3 birləşmənin mol sayı kütlə qrafikinə əsasən D elementinin nisbi atom kütləsi müəyyən edin. Hardan başlayaq? Məncə bu nöqtədən başlayaq. Bu nöqtədə 0,1 mol AB birləşməsi. 0,1 mol AB birləşməsi neçə qram verilir? 5,6. Onda 1 mol nə qədər olacaq? 1 mol olacaq 56. Yəni A plus B nəyə bərabər olacaq? 56-ya. Bir də gəlin bu nöqtəyə baxaq. Çünki orada da AB var. 0,2 molu 14,4 verilib. Söhbət gedir AB2 maddəsindən. Demək, 0,2 molu 14,4-dürsə, 1 molu 5 dəfə çox 72 eləyəcək. Deməli, AB2, yəni A üstə gəlinsin 2B bərabər 72. Belə bir sistem tənlik aldıq. Aşağıdan yuxarı çıxsaq, B bərabər neçə eləyər? 16. B 16-dırsa, onda A da bərabər olacaq 40. Çünki cəmi 56 idi. B ilə A-nı tapdıq. Sonrası məncə asandır. AD2 üçün bax bu nöqtəyə baxırıq. 0,1 molu verilib AD2-nin 0,1 molu verilib 11,1 qram. Deməli, AD2 maddəsindən danışırıq. 0,1 molu 11,1 qram. Sonda 1 mol eləyəcək 111. Yəni, AD2 bərabərdir 111-ə. 111. A-nın qiyməti tapmışam 40. D2, yəni 2D yazıram. Bərabərdir 111. 2D bərabər olacaq 71-ə. D də onda olacaq 35,5. Yəni B variantı. 20. Hansı ifadələr doğru deyil?
Mürəkkəb efirlərin qələmi hidrolizi dönməyəndir. Amma yazıb dönəndir. Onda bu doğru deyil. Bunu götürəcək cavab kimi. A-nı ataq, B-ni ataq, C-ni ataq. Çünki orada biri yoxdur. Mürəkkəb efirlər həm üzvi, həm də bütün qeyri üzvi deyirsə, bu da yanlışdır. Çünki oksigensiz turşular mürəkkəb efir əmələ gətirmirdi. Onda 2 də yanlışdırsa, səhvdirsə, cavab 1-2 eləyəcək. 21-ci sual. Hansı reaksiyada xlor yalnız reduksiya edicidir? Bunun asan tapmaq yolu necə ola bilər? Yalnız reduksiya edicidir. Məsələn, burada xlor müsbət 5-dir. Xlor müsbət 5 aralıq qiymətdir. Həm artar, həm azalar. Amma burada əmələ gələn maddəni də bilmək lazımdır. Onun üçün gələn reaksiyalar yazaq ən yaxşısı. Demək, kalium, xlor, O3. Fosforla reaksiya daxil olsa, kibritin yanma reaksiyası, kalium, xlor, üstə gəlinsin P2O5. Xlor burada müsbət 5-dən gəldi mənfi 1-ə, azaldı. Yalnız oksidləşdirici oldu, A deyilmiş. B variantı xlorun alınma reaksiyasıdır. Xlor burada mənfi 1-dir. Və xlorun alınma reaksiyasında xlor 0 olacaq. Xlor da mənfidən aşağı düşə bilməz. Demək, ancaq arta biləcək. Artıq burada oldu xlor yalnız reduksiya edici. Yəni, cavab B variantı olacaq. 22-ci misala baxaq. 22. 20% qarışıq olan H2S. H2S hidrogen sulfid. Buradan 196 qram sulfat turşusu alınıb. H2S-dən sulfat turşusu alınmasının bir dəfə tənqidini göstərsək, S-lərin sayı bərabərsə, 1 mola 1 mol sulfat turşusu alınacaq. 196 qram sulfat turşusu alınıb. 196 qram. Özü isə mollər təcə 98-dir. İlkin qarışığın həcmi neçə litr imiş normal şəraitdə? 20% qarışıq var imiş. Sonda belə çıxır ki, 80% H2S var imiş orada. İlkin qarışığın da həcminə x litr desəm, x-in 80% H2S-dirsə, bu da olur 0,8x. Yəni x-in 80%. Litrin də aşağısında 22,4 yazsaq, tənasüb qursaq, bunda qədər yuxarıda qalar 2. Vergül atsam burada olar 20. 8-dən də 20-ni ixtisar aparsaq 4-ə. Burada qalar 5, burada qalar 2. 22-14-dən də 2-ni aparsaq, burada qalacaq 11,2. Sonda biz x axtarırdıq. X bax burada qalıb. X bərabərdir. 11,2-ni də 5-ə vuranda olacaq 56 litr. Nömrə 23. Deməli, C6H6 üzərinə gəliblər xlor 2. Alüminium xlor 3-ün iştirakında reaksiya baş verəndə xlor benzoldakı hidrogenlərin hamısını əvəz edirdi. C6 xlor 6 üzərinə gəlirdi. 6 molda H xlor alınırdı. Burada 6 qoyurduq. Belə reaksiya var idi. Birləşmə reaksiyası deyil, əvəz etmə reaksiyasıdır. 1 olmaz. Karbon atomlarının oksidləşmə dərəcəsi dəyişir. Hidrogen müsbət 1, karbona düşür mənfi 1. Amma burada xlor mənfi 1, karbona düşür müsbət 1. Həqiqətən də karbon dərəcəsi dəyişir. Onda 2 doğru cavabdır. Heksaxlor benzol alınır. Bəli, bu heksaxlor benzol idi. C6 xlor 6. Bu da doğrudur. Karbon atomla hibrid halı dəyişir yazılıb. Əslində dəyişmir. Çünki bu benzol, bu birisinin adı heksaxlor benzol. Yəni benzol qalıbda adı yerində. Demək, benzol adı yerində qalıbsa, deməli, həlqə də öz yerində qalıb deməkdir. Sadəcə bunların hamısına nə birləşdirmək lazımdır? Xlorlar birləşdirmək lazımdır. Heksaxlor benzol, bax, belə yazılır. Karbonun pil sistemi qalıb deyə, həlqənin pil sistemi, demək, hibrid halı dəyişməyib. Onda bu 4 səhvdir. Hidrogen xlorid əmələ gəlib, bəli, H xlor var burada. 5 doğru cavabdır. Olacaq 2, 3, 5. Nömrə 24. Lafsan verilib, dərəcəsi 1000 verilib, sp2 hibrid orbitallarının sayı. Lafsanın formulunu yazaq, çoxdan deyir molekul birləşmələrlə bağlı
tez rast gəlmirdi. Lafzanda belə bir, yəni yaxşı çəkimdə yaxşı, səliqəli görsəniz. Belə, da bu. Benzol həlqəsi var idi. S, O, burada var idi O. SH2, SH2, O. Bax, bu lafzanın kimyəvi formulu. Yəni, elementar quruluş həlqəsini göstərdik. Lafzan alınırdı. Heksa neydi? Tereftal turşusu və etilin glikoldan. sp2 hibrid orbitalları, benzol həlqəsinin karbonları hamısı sp2 idi. Və bu karbon, iki qatlı karbonlar da sp2 idi. Bu karbonlar isə sp3 halındadır. Dərəcəni n-i min veriblər, yoxsa min veriblər. Yazdım buraya indeksinə min. sp2 hibrid orbitallar 8 dənə karbon sp2 halındadır. sp2 hibridləşmədə 3 bulud varsa, onu da vurarıq 8 eləyir 24. Dərəcə də mindirsə, onu da minə vuranda olacaq 24.000. Yəni x olacaq 24.000. Belə. 25 alkanlar verilib. Nömrə 25-də. X, Y, Z alkanları sigma rabitələrin sayı 16-dır. Hibridlərin sayını tapacaq. Onda n tapaq da yəqin ki. X-da sigma rabitələr 16-dırsa, sigma rabitələr atomlardan bir vahid az idi. Onda atomlar 17 eləməlidir. 17 atomda var C5H12-də. N oldu 5. Y-də sigma rabitə 10-dursa, demək atomlarda 11 dənədir. 11 atom var C3H8-də. 3-dən 8, 11. N oldu 3. Z-də 13 atom varsa, onda sigma rabitə 14-dür. 14 atomda var C4H10-da. Hibrid orbitallarını tapırıqsa, 5 karbon varsa, hibrid orbitalları 4n-ə bərabər idisə, onda burada olacaq 20. 4 5-in 20, 4 3-ün 12, bu da 4 4-ün də 16. X aid olacaq 20, yəni X bir aid olacaq C, 12 B, 16 da olacaq Y. Sigma rabitənin düsturunda 3n plus 1 olduğunu da bilirdi. Bunların da bu yolla da həll edə bilərdi. 3n plus 1-i birinci dəfə 16-ya bərabərləşdirərdik. N bərabər olardı 5. Sonra 3n plus 1-i 10-a bərabərləşdirərdik. N də bərabər 3 eləyərdi. Həmin şey alırıq yəni də. Sonra 3n plus 1-i 14-ə bərabərləşdirərdik. 14 yox, üzr istəyirəm, 13. Deyirəm, rəqəm pis görsəndi. 13 verir də sigma sayını. Mən bura 14 yazmışam. Bu 14 deyil, 13-dür. Belə, mexaniki səhv eləmişik. 13-ə bərabərləşdirsə, onda 3n bərabər eləyər 12, n də eləyər 4. Hər iki yolla həll edə bilərdik. Mexaniki səhvimiz olub bir arada, onu da düzəltdik. Yəni, bu yolla tapıb n-ləri, sonra 5 4-ün yenə 20, 4 3-ün 12, 4 4-ün 16 yaza bilərdik. Bu sonuncu sualımız oldu. Növbəti sınağımız gəlib 2018-ə çıxdıq. Bu axırıncı sınağımız idi, 2017-ci ildə olan. 2017-ci ildən sizə 7 dənə sınaq və qəbul testləri izah elədim. Baxıram ki, maraqınıza səbəb olub. Ona görə də sınaqların izahlarını davam edəcəyik. Sağlıq olsun ta 2024-cü ilin bütün qəbullarına qədər.